Hər vaxtınız xeyirli olsun, əziz dostlar, bacılar və qardaşlar. Yeni iliniz mübarək. Bugün 31 dekabr 2025-ci ildir və bu il üçün biz sonuncu vəzə qulaq asacağıq. Məmnuniyyətlə bu vəzi sizin üçün tərcümə edəcəyəm. Pastor Şalir keçən bazar günü bu vəzi 11 toplantısında, səhər 11 toplantısında etmişdi və heyrətamiz bir söz var. Gəlin birlikdə qulaq asaq və inanıram ki, Tanrı bizə danışacaq. Gəlin birlikdə qulaq asaq. Ya Rəbb, biz minnətdarıq sənin ürəyinə görə, bizə olan lütfünə və mərhəmətinə, məhəbbətinə görə. Xahiş edir, bugün öz sözünlə bizə xidmət et, bizə rəhbərlik et. Biz sənin adınla dua edirik. Amin. Amin. Əyləşə bilərsiniz. Yeni iliniz mübarək. Bəli, miladınız mübarək. Elədir ki, var. Bizim gözəl mövsümümüz oldu. Biz bu mövsümdə İbranilərə məktubu öyrətmişik. Məsih barədə, onun gəlişi, onun gördüyü iş barədə danışmışıq. Və indi biz 6-cı fəslin sonundayıq. Düşünürəm, biz ora müraciət edə bilərik. Çox sadə bir şey öyrədəcəm bugün sizə. Amma çox dikəldici bir söz olacaq. Həmin o fəsildən olacaq bu vəzimiz. Lütfən, mənimlə birlikdə İbranilərə məktubu açın. 6-cı fəsil. Bir çoxlarınız müqəddəs kitabı oxuyursunuz, yeni oxucularsınız. Bibliya çox qalın kitabdır və onun birinci hissəsində İbrahim, İshak və Yaqub haqqında danışılır. Və mən Bibliyamı necə oxuyuram ki, onu başa düşə biləm? Deyə bilərik ki, müəyyən bir davam edici xətt var. Hamı üçün aşkar deyil bu, amma bu bir növ dağ təpəsidir. Belə bir şəkil və sonra bir vadi gedir, dağlar arasında, bir dağ təpəsi ilə digər dağ təpəsi arasında, sonra daha bir vadi gəlir və ondan sonra daha bir dağ təpəsi və yenə də vadilərlə ardıcıl şəkildə təkrarlanır. Bu belə bir diaqramdır, amma şəkildir əslində. Müqəddəs kitab, Bibliyanın bir mövzunun necə inkişaf etməsi barədə şəkildir. Və burada baxsaq, bu istiqamətdən baxsaq, onda görmürük, dağ təpələri arasındakı boşluğu görə bilmirik, o vadiləri görə bilmirik. Ancaq dağların təpələrini görürük. Və Bibliyaya baxanda, deyək, bir neçə yüz illərdən sonra biz geriyə baxırıq tarixən və görürük. Bibliyamızda oxuyanda görürük, başlanğıc kitabı 3-cü fəsil, 15-ci bənd, qələmim nəsə yazmadı. Deməli, yaradılış kitabı, başlanğıc kitabı 3-15 və mənə kömək lazımdır ki, qələmi işlədək. Çox sağ olun. Və Pastor Steve kömək edəcək bizə. Deməli, yaradılış 3-15 var. Yadınızdadır, oradakı peyğəmbərlik sözü. Yaradılış 3-15. Nə deyilir orada? Deyilir ki, qadının toxumu ilanın toxumunu başını vuracaq. Bu deməkdir ki, qadının toxumu, yəni insan, kişi doğulacaq, qadından doğulacaq bir övlad, o qadının toxumudur və o ilanın başını əzəcək. İlan haqqında oxuyuruq, Yaradılış kitabı 3-cü fəsildə. Əslində, bu iblisdir ki, Eden bağına gəldi və qadını aldatdı. Qadın da Adəmi günaha düşər etdi. Nəticədə günah gəldi dünyaya. Onunla da ölüm gəldi dünyaya. Və sınaq, imtihan iblis tərəfindən təşəbbüs edildi. Və Pastor Geri bugün səhər danışırdı ki, bu dünyanın rəisi var, o iblisdir.
O bu dünyanın rəisidir, şahıdır. O bizim yaşadığımız dünyadadır. Onun fərqli fəaliyyətləri var yer üzündə. O insanların əqillərini kör edir. 2-ci Korinflərə 4-cü fəsildə oxuyuruq. O imtihana çəkir, Matta 4-cü fəsil. O gecə-gündüz ittiham edir, Vəhiy kitabı 12-ci fəsil. İblis, o qatildir və dağıdandır və uğurlayandır. Yəhya 10-cu fəsil. Belə ki, o fəaldır. Və bu bizim insanlar olaraq əsas problemimiz məhz iblisin fəaliyyəti ilə bağlıdır və onun dünyada gördüyü fəsadlardır. Növbəti tarixən dağın təpəsi, bu yaradılış 12-ci fəsil, 1-ci bənddən 3-cü bəndə kimi parçadadır. Və gəlin, açaq ekranda o parçanı. Burada Tanrı İbrahimi çağırır, onu dəvət edir. Və bu çox gözəl bir dəvətdir. Deyilir ki, Rəbb İbrahima dedi, öz torpağından, qohumlarının arasından, ata evindən çıx. Sənə göstərəcəyim torpağa get, deyilir 1-ci bənddə. Yaradılış 12:2-dir. Səndən böyük bir millət törədəcəyəm. Sənə xeyir-dua verəcəyəm və adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Və budur həmin o vəd. Deyir, yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq. Yer üzünün bütün tayfaları, yəni bütün xalqlar, yer üzündə yaşayan bütün xalqlar. Və Bibliyanın sonunda oxuyuruq ki, hər dildən, tayfadan və xalqdan Tanrının taxt qarşısında adamlar dayanacaq, mahnı oxuyacaqlar və deyəcəklər ki, Tanrıya izzət olsun, xeyir-dua və ehtiram olsun. 7 söz var orada ki, xalqlar deyəcək, Məsihə aid, göylərdə. Belə ki, Koreyalılar, Ruslar, Hindlilər, Filipinlər, Çinlilər, Afrikalılar, fərqli tayfalar və xalqlar, Avropalılar və Latin Amerikasından xalqlar, hər xalqdan, hər tayfadan deyəcəklər, İbrahimin toxumu xeyir-dualıdır. Deməli, Yaradılış 3:15 birinci dağın təpəsidir. Məsih vəd olunur, qadının toxumu. Sonra bir dövr vaxt keçir. Daha sonra növbəti dağ təpəsi. Yaradılış 12-ci fəsil Məsihin gəlişi barədə Peyğəmbərliyidir ki, o bütün xalqlara xeyir-dua gətirəcək. 1-ci bənddən 3-cü bəndə kimi parçada. Və sonra 2-ci Şamuel 7-ci fəsil deyir ki, o Davudun toxumu olacaq, Davudun taxtında əyləşəcək, Məsih taxtında əyləşəcək və Məsihin səlahiyyəti olacaq yer üzündə və o səlahiyyət çökməyəcək, bitməyəcək, onun əbədi xidməti, əbədi kahinliyi olacaq. Necə ki, Melxisedek onun surəti kimi verilmişdi İbranilərə məktub 7-ci fəsildə. Sonra biz yenə də Məsihi digər dağın təpəsində görəcəyik. Yeremiya Peyğəmbərin kitabı 31-ci fəsildə harada deyilir ki, mən yeni əhd peyman səninlə bağlayıram. Sənə yeni ürək verəcəyəm, sənə yeni ruh verəcəm. Belə ki, biz bugün Allahın padşahlığında olacaq. Dekabr 28, yoxsa 29-dur. Yəni biz aramızda Allahın padşahlığına malik olacaq və Məsih bizdə yaşayacaq. Və sonra daha bir dağın təpəsi var və bu da artıq Məsihin gəlişinə aid bir təpədir. O, havada gələcək aşağı yer üzrə. Biz Məsihin gəlişini gözləyirik. Məsihin minillik padşahlığını gözləyirik. Daha yaxşı dünyanı gözləyirik. Biz gözləyirik intizarla onun gəlişini. Bu heyrətamiz yoldur Bibliyamıza baxmağın yolu və onu başa düşməyimizin yolu. Və mən çox sevinç dolu həyəcanlıyam. Çünki budur bizə ipucu. Biz çətinliklərdən həyatımıza keçəndə, mən öz həyatımda, mən bir növ çətinliklərdən keçirəm, xidmətimiz çətinliklərdən keçirildi. Və bunu deməkdə məqsədim var. Düşünürəm ki, o çətinliklər bir imkandır bizim üçün ki, biz Tanrını tanıyaq. Mən düşünürəm, həyatımızdakı çətinliklər bizim üçün Tanrı ilə gəzməyə bir imkandır. Tanrının hər zaman sizə deyəcək sözü var. Tanrının
Hər zaman mərhəməti bizim üçün yenilənir hər səhər. Tanrının hər zaman bizim üçün lütfü var. Bu, lütfün padşahlığıdır. O, hər lütfün tanrısıdır. O, həqiqət tanrısıdır. O, eləcə də fağır tanrıdır. O, yer üzünə gəldi və bizə görə o yükü daşıdı. Və deyə bilərik ki, biz günaha görə təqsirsiz deyilik həyatda. Bəli, yıxılmışıq, düşmüşük münasibətimizdə və ya dediyimiz sözlərdə və s. də səhvlər etmişik. Bəli, bir insan olaraq hamımız buna malikik və bu da həyatımızın bir hissəsidir. Harada ki, biz qəbul edirik, boynumuzu alırıq və deyə bilirik və bizim bu Grace təşkilatından hesabatı var ki, dərc olunub, oxuya bilərsiniz, düşünə bilərsiniz ki, biz nə cür xidmətik? Nə cür xidmətik biz? Bu Grace təşkilatının hesabatında yaxşı şeylərdən biri odur ki, onlar bizim komandadakı üzvlərimiz arasında son 20 il ərzində heç bir seksual zəmində heç bir zorakılıq və ya problem tapmayıblar. Yəni, belə bir şeyimiz olmayıb. Necə ki, bizim işçilərimiz kilsədə, kampusda işləyirlər, fəaliyyət göstərirlər, heç bir hal qələmə alınmayıb. Bir hal qələmə alınmışdı və bəlkə də o düzgün idarə olunmamışdı bizim tərəfimizdən. Eləcə də Marylandın başqa bir hissəsində, Baltimore'da yox, amma afiliasiya edilmiş kilsəmizin birində, eləcə də digər iki fərqli afiliasiya edilmiş Afrikadakı kilsələrimizdə hallar baş vermişdi. Və biz də ağsaqqallar olaraq deyə bilərik ki, lütfən bizi bağışlayın. Biz düzgün idarə etməmişik o hallarda. Və təbii ki, başqa deyəcək çoxlu sözlərimiz də ola bilərdi. Amma biz ağsaqqallar olaraq yığışırıq, bu hesabatla tanış oluruq və o hesabata 30 gündən sonra cavab verəcəyik. Ağsaqqallar olaraq kilsədə və biz qeyd olunmuş o məqamlara müraciət etmək istəyirik. Yəni, cavabımızı vermək istəyirik. Və bizim afiliasiya edilmiş kilsələrimiz var və hamınız bilirsiniz, biz çox minnətdarıq onlara, onların sevgisinə görə, imanına görə və biz Tanrı ilə gəzirik. Və bu əsasdır ki, bizim necə Tanrı ilə gəzintimiz, çətinliklərin arasında Tanrı ilə gəzintimiz vacibdir. Çünki ekrana baxsaz, mən bu vəzdə addım irəli gedirəm, amma demək istəyirəm ki, əsas məsələ xristiyan imanımızda odur ki, Tanrı bizimlə danışır. Tanrı bizim üçün onun deyəcək sözü var. O bizim təsəlli vericimizdir. O bizim müəllimimizdir. Tanrı. O bizim xilaskarımızdır. Tanrı bizim atamızdır. Tanrı öz ruhunu bizim ürəyimizə göndərəndir və o ruh bizə təsəlli verəndir. O bizə rəhbərlik edir, bələdçilik edir. Məhəbbətində, əfində, imanda, dikəltmədə, cəsarətdə, həqiqətdə. Bunlar bizim ürəyimizə ehsan edilir və bizə rəhbərlik edir. Belə ki, ekranda biz o şəkili görürük. Necə Tanrı fərqli zamanlarda danışır və deyir ki, Məsih, yenə də deyir, Məsih gəlir. Məsih gəlir. O gəlir. Və İbranilərə məktub 6-cı fəsildə Məsihin bizim üçün gəlişinin bəsirətini görürük, onun mənasını görürük. Və bu mətni başa düşməyimiz üçün biz İbrahimə qayıtmalıyıq və bu şəkildə nəyisə anlamalıyıq. Baxın, çünki iki şey var idi ki, İbrahimdə, o istəyirdi bunlar olsun onda, amma bu iki şey İbrahimdə yox idi. Və bu iki şey, həmin o şeylərdir ki, Tanrı İbrahimə vəd etdi. İbrahimin həyatında məqam var idi ki, bu ikisinin heç biri onda yox idi. Amma İbrahim bunları istəyirdi. Bu iki şeyi. Tanrı bizə bununla göstərir ki, İbrahim imanla yaşamalı idi. Tanrının ona vəd etdiklərinə imanla yaşamalı idi. Tanrı vəd etmişdi. İki şeydən biri torpağı vəd etmişdi. Ki, torpağa getsin. Və o torpaqda gəzsin, dolaşsın. Onun uzunluğuna da, enliyinə də doğru get, gəz, dolaş, ayağın hara qədəm basacaqsa, o sənin torpağın olacaq, Tanrı İbrahimə dedi. Mən bu torpağı sənə verəcəyəm. Bu, Yaradılış 15-ci fəsildədir.
birinci parçada, birinci bənddən 4-cü bəndə kimi parçada, Yaradılış 15-ci fəsil. Dolaş o torpaqda, Yaradılış 13-cü fəsil, o gəzir o torpaqda, 13-cü fəsildə. Və xoşuma gəlir. Bəlkə biz o parçanı açıb bir anlıq baxmalıyıq ona. Gəlin açaq, Yaradılış kitabı 13-cü fəsil. Verse 14. 14-cü bəndə baxaq, 13-cü fəsildə. Burada deyilir, Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi, başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. Sənə bu torpağı verəcəyəm, Tanrı deyir. Və sənin nəslinə verəcəyəm, əbədi olaraq. Və bilirsiniz, Məsih dünyaya qayıdacaq. Bilirsiniz ki, bir gün Tanrı burada, yer üzündə olacaq bizimlə. Ki, Tanrı yer üzündə əbədi olaraq olacaq. Ki, yeni Yerusəlim şəhəri orada məbəd olmayacaq. Çünki Tanrı özü orada məbəd olacaq. Tanrı özü orada o şəhərdə məbəd olacaq. Və bu şəhər burada planet yer kürəsində olacaq. Yer planetində olacaq. Amma biz hələ də Yaradılış kitabında olanda Tanrı İbrama deyir ki, mən bu torpağı sənə verəcəyəm və sənin nəslinə əbədi olaraq verəcəyəm. Fikir vermişsiniz ki, torpaq uğrunda İsraildə böyük bir mübarizə gedir. Fikir vermişsiniz ki, Yahudilər çıxmalı idi 2000 il müddət ərzində. Amma Tanrı onların ürəyində hərəkət etdi və onları torpaqlarına qaytardı və onlar orada məskən saldılar və o torpağı inkişaf etdirdilər. Bilirsiniz ki, Məsih yer üzünə gələndə o Zeytun dağına enəcək və orada 1000 illik dövr ərzində məbəd olacaq və İsa da o məbədin içində olacaq. Və sonra bilirsiniz ki, bütün yer üzü alovla yanıb çökəcək və sonra yeni yer və yeni göylər olacaq və Tanrı yer üzünə gələcək və yeni Yerusəlim olacaq burada və Tanrı burada olacaq. Biz bunu özümüzdən uydurmuşuq mu? Yox. Baxın o hekayənin kökünə və bu şəkildə onu görə bilirik. Bu inkişafdır. Tarixin inkişaf addımlarıdır. Və iki şey var ki, İbrahim istəyirdi ki, onda olsun. Torpaq, hər kişi istəyər ki, onun torpaq payı olsun və oğlu olsun, övladı olsun. Əgər oğlum olsaydı, kaş ki, İbrahim deyir, əgər mənim ailəm, nəslim davam edə bilsəydi oğul vasitəsilə, əgər ailəm inkişaf edə bilsəydi ki, oğullarım və qızlarım olsaydı təki və tayfam olardı və bəlkə mənim tayfam bir gün xalqa çevriləcək və bəlkə bu xalqın neysə olacaq ki, Tanrı deyəcək ki, bax, bu mənim xalqımdır və bu baş verdi. Bu heyrətamizdir. Və gəlin, başqa bir kontekstə baxaq. Bu da mənim üçün bir heyrətamiz mənzərədir. İbrahimdən qabaq siz kimi xatırlayırsınız? Yaradılış 1-ci fəsildən 11-ci fəslə qədər hansı adamların adı yadınıza gəlir ki, var idi? Adəm və Həvva, okey. Başqa kim? Enox, Tanrı ilə gəzirdi, bəli. Başqa kim? Nuh. Okey, gəlin Nuhda dayanaq. Nuh. Amma yerə su baskını gəlmədən qabaq 70 xalq var idi. Qeyd olunub, 70 xalq dünyada. Və onların hər birinin eyni dili var idi və eyni torpaqda yaşayırdılar. 70 xalq. Amma nə çatışmırdı orada? Orada Tanrı çatışmırdı aralarında. Nuhun dövründə. Amma Nuh oradaydı. Nuh gəmi tikdi. Sonra su baskını gəldi. Nuh və onun ailəsi xilas oldu. Onun 3 oğlu var idi. Onlardan biri Şem idi. Şem, Nuh oğullarının birini, yəni Tanrı Nuhun oğullarının birini, Xamı, ona lənət etdi və sonra Şemə xeyir-dua verdi. Və dedi ki, Tanrı Şemlə yaşayacaq. Və bilirsiniz, Şemin xəttindən kim gəldi? Kim idi o şəxs ki, Şemin nəslindən çıxdı? İbrahim.
İbrahim Şemin nəslindən But gəldi. Abraham Bəli. doesn't have any land. Amma and he has İbrahimin no heç son. bir torpağı yox What idi və does heç Abraham övladı da yox have? idi. Bəs İbrahimin nəyi Yeah, var? he has a calling. Bəli, İbrahimin dəvəti var. Abraham has a calling. Allahdan dəvəti. Abraham Bəli. has faith. İbrahimin has promise. imanı var və İbrahimin By two vədi var. immutable things which is impossible İki for God dəyişilməz to lie. şey Two də things Tanrı only. The land, this yalan land danışa is yours. bilməz. In Genesis Torpaq 18, vədi ki, torpaq sənin olacaq Abraham, you're going to have a son. və Yaradılış How 18-ci can I have fəsildə a deyir, son? İbrahim, I'm sənin 99 oğlun olacaq. years old. Mənim necə oğlum You ola will bilər? have a Mən son. 99 How about yaşındayım. your wife? She's Sənin oğlun 90 olacaq. years Bəs old. arvadın? You will have Zövcəmin a isə son. 90 yaşı var. Sənin Sarah oğlun olacaq laughed İbrahim. about it in the tent. Sara bunu eşidib Abraham çadırın içində could güldü. hardly, but he says in Romans İbrahim, chapter 4, Abraham Romalara believed 4-cü fəsildə deyilir ki, İbrahim that eşitdiyi God sözə could call inandı something ki, that Tanrı is not, is. olmayan He bir could şeyə call that olsun which is deyib that is not. həyata gətirə bilər. He Ki did. yoxdur elə, amma Tanrı These- deyir this ki, olacaq. example və olacaq is in deyirsə our olacaq. text here. Və bu nümunələr Hebrews bizim 6. bugünkü İbranilərə for məktub you 6-cı and me. fəsildəki mətndədir. And Bu it sizin means üçün və mənim üçün yazılıb. When Bu o we die, deməkdir we ki, bury our loved one biz in the öləndə cemetery, biz and we have əzizlərimizi not seen məzara the resurrection dəfn of the edirik dead. və biz We have not ölülərin seen ölülərdən heaven. dirilməsini hələ görməmişik. But we have it. Biz hələ də göyləri görməmişik. We have not seen Amma Christ yet. But bax we gələcək. have Biz hələ him. Məsihi görməmişik. He is in our Amma hearts. biz ona malik, o bizim dwells in ürəyimizdədir. Onun We have ruhu not bizim yet içimizdə seen the yaşayır. heavenly Jerusalem, Biz but it hələ is there. səmadakı I Yerusəlimi go to görməmişik, prepare amma a place Yerusəlim for you, oradadır. and if it was not so, Məsih I deyir, would mən gedirəm tell sizin üçün you. yer hazırlayım. Hələ elə John olmasaydı 14. sizə deyərdim. It's Yəhya there, 14-cü fəsil. Revelation 21 and 22. Yerusəlim oradadır. Vəhiy We kitabı also 21 və live 22-ci fəsillər. by faith. Və biz də imanla yaşayırıq. Turn with me now to Hebrews 6. Lütfən indi mənimlə birlikdə And İbranilərə this may məktub 6-cı fəsli make açın. sense to you. Və Verse indi oxuyacağımız da 12 to məna verse kəsb 20. edəcək. 12-ci bənddən 20-ci bəndə kimi parçada oxuyaq. Və mən tez oxuyacağım That bunu. you be not slothful. Deyilir ki, siz tənbəl olmayasınız. Awake, awake, awake. Yəni Awake oyaq thou olasınız. that Oyan, sleepest. oyan. Wake up, Ey yatan, get it. oyan, Come on, oyan, get ayağa engaged. qalx. Wake up, that's Dur what it means. və qoşul. Don't be Və budur slothful. onun mənası ki, tənbəl Don't fall olmayasınız. asleep. You have a call. Ki yuxuya getmə, sənin dəvətin var. Sənin dəvətin var. Allah səni dəvət edib. Şamuel, balaca Şamuel hələ uşaq idi və o məbəddə Tanrı onu çağırdı. Baxsaz, müqəddəs kitablarınıza 1-ci Şamuel 3-cü fəsildə 4-cü bənddən ta 10-cu bəndə kimi parçada Tanrı çağırdı. 10 dəfə bu söz o bəndlərdə qeyd olunub, çağırış, dəvət. Tanrı Şamueli dəvət etdi. Orada çağırış var idi balaca oğlan uşağı üçün. Tanrı onu dəvət etdi. Şamuelin həyatında Allahdan dəvət var idi. Sizin də dəvətiniz var, Allahdan dəvətiniz var. Sənin xidmətin var, Allahdandır bu xidmət. Allahdan. İsa ona rəqib çıxan adamlara dedi, onlar onu sözdə yaxalamaq istəyirdilər. Dedilər, sən bunu hansı səlahiyyətlə edirsən ki, məbəddə alver masalarını çevirirdi, qatman-qarışıq yaradırdı. Sən bunu hansı səlahiyyətlə edirsən? İsa da onlara dedi, mən sizin sualınıza cavab verəcəm, əgər siz mənim sualıma cavab versəz. Vəftişçi Yəhya Allahdan idi, yoxsa insandan? Hansından idi vəftişçi Yəhya? Onlar cavab verə bilmədilər. Cavab verə bilmədilər. Və deyə bilərdiniz ki, bax, greater grace Allahdandır, yoxsa yox? Və bu kilsə və başqa kilsələr, onlar Allahdandır və insanlar haqqında, Allahın kişiləri və qadınlar, onlar Allahdandır, yoxsa yox? Mən sizə cavab verə bilmərəm. Onda mən də sənlə danışmıram. İsa belə dedi onlara. Mən də sizə cavab vermirəm o zaman. Çünki siz səmimi deyilsiniz. Sən qulaq asmırsan, sən qayğı çəkmirsən. Sən sadəcə çalışırsan məni çarmıxa çəkəsən və bir gün bu baş verəcək, çarmıxa çəkiləcəm, İsa deyərdi. Amma indi istəyərdim ki, sən öz ürəyi yoxlayasan. İstəyərdim ki, o masanı çevirim sənin üstüvə və səndən soruşum, sən necə düşünürsən və sən Tanrı haqqında nə bilirsən?
Sən Are you Tanrını playing a istəyirsən game, yoxsa or yox? do you want to play a Sən game Tanrı ilə with me? oyun oynayırsan, I can do that. Jesus is istəyirsən saying oynayaq. in the gospel. İsa deyərdi I can do müjdelərdə. that because you're not serious. Mən oyun oynaya bilərəm səninlə, çünki But sən if you ciddi get deyilsən. serious, you are Amma you are ciddi olsan, serious with God, God gets serious onda sən with us. Tanrı ilə ciddi olanda We have a Tanrı da call. bizimlə This is the ciddi olur. point here. Və bizim dəvətimiz var. Və o vacib məqamdır vəzimizdə. Chapter 6, Hebrews 6, 6-cı fəsil, verse İbraniləri 12. 6, You be not slothful, 12-ci bənd. but Tənbəl followers olmayasınız, of them amma who through vəd olunan şeyləri faith iman və səbirlə irs alanlardan patience nümunə götürəsiniz. inherit the promises. Nümunə götürün. Vəd olunan şeyləri iman və səbirlə irs When God alanlardan. made promise to Abraham, verse Allah 13, İbrahimə vəd verdiyi because he vaxt, could 13-cü swear bənd. by no greater, Adına and swear içmək by üçün himself. özündən üstün birinin olmadığına görə öz varlığına and içərək dedi. you know, we have had that phrase. My bu ifadə word bizdə is var. my bond. My word, Ki, I am you, I Mənim am sözüm telling you, kişi sözüdür. that's the Yəni ground dediyim for sözün what I'm üstündə saying durmuşam. is Dediyim me, sözün my üstündə character. durmuşam. Yəni bu mən və xasiyyətim Well, durub o with sözün God, üstündə. God Tanrı ilə də has belədir. his character and his Tanrı nature. So öz there's xarakteri, nothing higher. təbiətinə malikdir. So he Ondan daha swears üstün by bir şey himself, və bir kimsə and he yoxdur. says, Ona görə o "I'm öz giving you təbiəti the ilə land, and içir Abraham. və deyir ki, And sənə I'm torpağı giving verəcəm you a ey İbrahim və sənə oğul And that's the verəcəm. end of the game. That's the way it is. Və That's budur. reality. Bununla I am the məsələ God bitir. of Bu reality, reallıqdır. and you're going to get that, Mən and reallığın I'm tanrısıyam making a və promise sən on the grounds sənə of dediklərimi myself. alacaqsan, For sənə there is nothing higher öz than me. üstümdə duraraq God. and içərək I'm vəd telling edirəm. you. Daha üstünü And by yoxdur the və mən way, Allaham. that means Bunu sənə that the deyirəm. work of Yeri God, gəlmişkən, when it is bu o of deməkdir ki, God, Tanrının it's işi, a sure thing. bu iş Tanrıdan olanda onda bu It means əminli bir that there işdir. is a ministry Bu o from deməkdir ki, God in your heart, Allahdan gələn xidmət var in your sənin life. ürəyində, that is a sənin guarantee. həyatında və bu It's a very zəmanətdir. sure thing. But Bu our əminlidir. role is faith. Amma bizim Because we rolumuz don't see the inanmaqdır. land and we don't Çünki see biz the sun. hələ də torpağı görmürük və hələ də oğlu Because görmürük the- İbrahimin yerində Abraham is dursaq. waiting 25 years İbrahim for a son. 25 il Remember, gözləməli he idi took ki, oğlu da Hagar olsun. to have a Yadınızdadır, son, o and then Həcəri very interesting, he özünə said, he götürdü gave up ki, on it. He oğul said, da olsun "My Həcər servant və təslim Eleazar olmuşdu. can be my Deyir ki, mənim inheritor." xidmətçim And Eliyazar Eleazar can receive mənim my həmvarisim, household and all the children yəni that mənim he varisim has. olacaq That can be my və onun seed. oğullarına And God is mənim saying, "No, mülküm it's çatacaq. not Eleazar. Tanrı deyir, yox, yox, I'm gonna give söhbət you a son." Eliyazarda deyil. Mən sənə How could oğul it verəcəm happen? İbrahim. I'm 99 Amma bu and necə 90 baş years verə old, bilər? my wife. How 99 could it yaşındayım. happen? Zövcəm də 90 yaşındadır. Bu And- necə ola bilər and axı ay here's the Allah? lesson. Və axırda və budur When you ibrət. don't see the results, Sən don't nəticəni be hələ slothful. görməyəndə Don't tənbəl be olma. impatient. Don't Və be səbirsiz in olma. unbelief. imansız But olma. embrace it. When Amma you have a trial, vədi qəbul et. look for God in the Çətinliklərdən trial. keçəndə Allahı axtar When you and I çətinliyin have içində. trouble in life, Sən let's get və a mən promise. həyatımızda çətinlikdən When keçəndə you gəlin and I are Allahdan in vədi trouble qəbul in edək. life, let's Çətinlikdə get olanda real həyatımızda humble before gəlin God and hear from real God olaraq and fağır get a olaq Tanrı promise. qarşısında və ondan eşidək And və get- ondan have faith. vəd And alaq let's be stirred up və in our iman faith and edək believe və that gəlin God will imanda take us through alovlanaq the və Red Sea. inanaq ki Tanrı That bizi God will qırmızı lead dənizdən us in keçirəcək. the- from Ki the Tanrı Last bizi Supper table and to Gethsemane and to the cross. And we're deməli scared Rəbbin half son to Şam death. süfrəsindən And we run götürəcək away. Getsimaniyə, ondan sonra Qalqotaya find və sonra Christ biz coming to qorxacağıq, us, sonra biz resurrected, qaçacağıq, sonra Məsih and gələcək speaking to yanımıza, us, and we ölülərdən are dirilmiş olaraq və bizə deeply danışacaq encouraged. və biz What I did dərindən not ruhlanacağıq. see, what I did Nə not vaxt ki mən believe, now I görmürdim am və believing inanmırdım, it. indi Now I am inanıram. embracing it. Now İndi it is in my mən bunu heart. qavrayıram. İndi bu Now I am mənim moving ürəyimdədir. with it. Now I am İndi believing mən God. bununla irəli gedirəm və in my inanıram life. Tanrıya öz həyatımda. Verse 14. Saying, 14-cü surely bənd. blessing I will bless you, multiplying I Deyilir, will multiply sənə you." mütləq xeyir-dua And verəcəyəm və if you nəslini zoom out çoxaldacağam. on church history, you Və see kilsə tarixinə baxsaq Christianity indi go all around və the görürük world, ki, xristianlıq bütün multiplying, dünyaya yayıldı. blessing, Çoxalaraq, multiplying, xeyir-dua çoxalırdı. blessing, Çoxalırdı. Xeyir-dualarla, xeyir-dualarla çoxalırdı. Second, third, Birinci through əsrdə, all ikinci əsrdə, 2000 üçüncü years. əsrdə
ta 2000 il ərzində çoxalma baş verirdi xristianlıqda. Xeyir-dua və Tanrı öz adamlarını, öz xalqını, İsraili tək buraxmadı, Yahudiləri tək buraxmadı, onları qaytardı torpağına və bu onun, Allahın planının vacib hissəsidir. Yahudi xalqı xeyir-dualı xalqdır və bu bizim üçün bir rəmzdir. Allahın reallığının rəmzi, Allahın sədaqətinin, İbrahimə olan sədaqətinin rəmzidir. Tanrı bu insanları sevir və onların qayğısına qalır və Tanrı diri Allahdır və biz baxırıq və budur, biz bunu Bibliyada oxuyuruq, İsrail barədə oxuyuruq, müqəddəs kitabda. Bu peyğəmbərliklərdir, bu məktublardır ki, Yahudilərə yazılıb, İbranilərə məktub yazılıb onlara, Yahudilərə. 15-ci bəndə baxaq. Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu. Bu İbrahimdir. Uzun müddətdən sonra səbirlə o inandı və Tanrı onun ürəyini gördü ki, o inanır və ona oğul verdi. Adı neydi oğlun? İshak. İshakın mənası nədir? Gülüş. Bəli, İbrahimin oğlu oldu. Nəyə görə sən güldün? Çünki zövcən 90 yaşındadır və inanmırdı. Və düşünürəm ki, hər qadın gülərdi ki, 90 yaşında kimsə onu sevdi ki, sənin oğlun olacaq. Və İbrahim də gülür. Gülüş. Bu reallıqdır. Ki, mənim dəvətim var Allahdan. Mənim oğlum var, 99 yaşım, 100 yaşım var, oğlum doğulub. 100 yaşım var, oğlum doğulub. Görürəm. Çünki mən Tanrı ilə gəzintimdə bunu aşkar etdim. Tanrını aşkar etdim. Tanrı real Allahdır və o bu işi görür. O dayanmır. 16-cı bənd. İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək öz vədini andla təsdiqlədi. Belə ki, qarşımızda qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişməz yerdə, torpaq və oğul, iki dəyişilməz şeydə onun vəd və andında böyük təsəlliyə malik olaq. Və bugün bizim imanımızın da əsası budur. Burada müəllif izah edir, deyir ki, bizim böyük təsəllimiz var. Deyir, can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. Nə deməkdir bu? Ki, bizim möhkəm, sarsılmaz ümidimiz var. Bu əminlikdir. Ki, bax, bu məndədir. Köynəyimi açıb nəyisə göstərmək istəyirəm. Bir nümunə olaraq. Ki, bax, məndə, mən görə bilmirəm göyləri, mən İsanı görə bilmirəm, mən bütün bu çətinliyin hara bizə apardığını görmürəm, amma ürəyimdə əminliyim var, ümidim var, bu mənim üçün əminlikdir. Amma bu mənim ürəyimdə işləyir, fəaldır. Elə bir şeydir ki, mən buna inanıram. Hər gün buna inanıram və bu mənə təsəlli verir. Bu bir zəmanətdir mənim üçün. Mən bunu çıxara bilib, göstərə bilərəm. Baxın, deyə bilərəm ki, bu məndədir. Amma bu nədir? Bu İsa'dır. Göylərdə olan İsa, oxuyun. 19-cu bənd. Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. Baxın, mən necə yaşayıram? Mən deyə bilərəm ki, mənim lövbərim var. Nədir bu lövbər? Bu, lövbər gəmidə olur. Lövbəri aşağı sallar suya, tufan vaxtlarıdır və lövbər də aşağıda, dərinlikdə bəbərməz olaraq dayanır ki, gəmi dayansın.
və mənim canım üçün də lövbər var. Yəni tufan olanda, fırtına olanda ki, mən göylərə baş kahinim qalxdı. Mənim baş kahinim göylərə qalxdı və mənə deyir ki, sən mənimsən. Mənim sənin üçün vədlərim var və mən Tanrıyam, deyə Allaham. Və sənin çətinliyində, həyatında mən sənin lövbərinəm. Sən mənə arxalana bilərsən. Mən sənin əminliyinəm. Mən sənə zəmanətəm. Sən heç vaxt görə bilməzsiniz ki, iman edən xristianlar ki, onlar çətinlikdən keçəndə, onlar ölüm ayağında olanda, onlar yaxşı ölürlər. Necə sən yaxşı ölə bilirsən? Çünki mənim ürəyimdə təsəlli var, lövbər var, vəd var Allahdan. Sən bunu görə bilmirsən? Yox, mən görə bilmirəm. Amma mən bunu hiss edə bilirəm. Bəli, məndə sözlər var, həqiqət var Allahdan. Gəlin oxuyaq, burada deyir ki, bu ümid məbədin pərdəsinin arxasındakı iş otağa daxil olur. 19-cu bənd. Nə deməkdir pərdəsinin arxasında? Ki, məbədin pərdəsində. Deməli, ibadət çadırında. Amma biz bilirik ki, İsa o məbədin pərdəsinin arxasına girmədi. Bu da yaxşı fikirdir. İsa Levi tayfasından deyildi. Ona görə o Süleymanın tikdiyi məbədə girə bilmirdi. Yalnız Levi tayfasından birisi girə bilirdi. Amma burada bu nə təlimdir? Ki, o kənarda, həyətdə, məbədin həyətində öyrədirdi. Amma o başqa kahin tayfasındandır. Melkisedek kahin tayfasındandır. O tayfa ki, onun nə başlanğıcı, nə sonu var. Və o göylərə qalxdı. Göylərdəki məbəd ki, orada o məbədin pərdəsinin arxasındakı iç otağa daxil oldu. Ora girdiyinə görə, göylərin içinə daxil olduğuna görə o bizim təsəllimizdir, bizim lövbərimizdir, bizim zəmanətimizdir, bizim qayğımıza qalandır, bizi bağışlayandır, bizi sevəndir, bizə danışandır. 20-ci bənd. İsa ilk olaraq, yəni ilk olan, nə deməkdir ilk olan? Yəni, qaçışda ilk gələn Toyota maşınıdırmı bu? Ki, Forerunner İngilis dilində Toyota'nın markasından biridir. Amma İsa deyir, ilk olaraq, o bizdən daha birinci olaraq daxil oldu. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu. Bizdən qabaq, bizim üçün, bizi qarşılamaq üçün o oraya daxil oldu və o Melkisedek vəzifəli əbədi baş kahin olmuşdu. Və budur bizim vəzimiz bugünə. Onun tətbiqi ki, eşitməkdə davam edin. İcazə verməyin iblisə ki, sizin eşidən qulaqlarınızı bağlasın. İcazə verməyin iblisə ki, sizin ürəyinizi uğurlasın. Sənin yeni ürəyin var. İcazə vermə kimsə sənin dəvətinə müdaxilə etsin. Şamuelin Allahdan dəvəti var idi və o Allahın ardıca bütün həyatı boyunca getdi. Və Şamuel öz həyatını Allahın böyük kişi kimi bitirdi. Allahın elçisi kimi. Beləcə də biz Allahdan dəvətə malikik. Biz usanmırıq, yorulmuruq. Allahdan bizə ruhlanma var, lütf var və məhəbbət var. Və biz öyrənirik Tanrının kimliyini. Necə də gözəl bir şeydir bu. Amin. 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 Şükür Tanrıya. Nə gözəl. Çox sağ ol ay Allah. Bugün səhər toplantısında biz oxuduq ki, Cenevrədə 1500-cü illərdə səhər sübh toplantı keçirdilər, sonra səhər 9-da toplantı, sonra uşaqlar üçün katexizm, ondan sonra saat 3-də, sonra saat 5-də vəz, Tanrının sözü
Tanrının sözünü, vəzinə qulaq asırdılar və bu davamlı olaraq baş verirdi. Sonra həftənin 1-ci, 3-cü, 5-ci günləri. Bu hər birimiz üçündür. Tanrı müqəddəs kitabdan bizim ürəyimizə danışmaq istəyir. Əgər yeni həyat başlamaq istəyirsənsə Tanrı ilə, lütfən, əgər iman etməmisənsə, onda ürəyində İsa'ya de. De İsa'ya, ya Rəbb İsa, sənə inanıram, gəl mənim ürəyimə. Sən çarmıxda mənim günahlarıma görə öldün, məni sevdiyinə görə mənim yerimi tutdun. Lütfən, gəl mənim həyatıma, məni öz lütfünlə doldur, məni bağışla. Mən inanıram və İsa Məsihin adıyla dua edirəm, İsa Məsih sənə. Amin. Amin. Xeyir dualı olun və gözəl, xeyir dualı, ruhani, məhsul olunmuş 2026-cı il sizi gözləyir.